Salam əziz şagirdlər. Bugün sizə feil mövzusunu izah eləyəcəm. Bu videoda feilə aid əsas məqamları sizlə paylaşacağım, sizə öyrədəcəm. Ancaq önəmli məsələləri, digər istisna məqamlarla bağlı da ayrı bir video çəkib sizlə paylaşacağım. Elə isə başlayaq. Feil. Bu feil nəyə deyilir? Feil ümumiyyətlə ümumi qrammatik mənasına görə hərəkət bildirən bir nitq hissəsidir. Necə ki, isimdə biz öyrəndik ki, isim əşya bildirir, sifət o əşyanın əlamətini, say o əşyanın miqdarını, feil də əşyanın hərəkətini bildirir. Nə etmək, nə olmaq suallarından birinə də cavab verir. Aha. Deməli, bu feillər məna baxımından bölünür iş feillərinə, hərəkət feillərinə, nitq, təfəkkür, hal, vəziyyət. Əslində bunu testdə birbaşa bu şəkildə soruşmayacaqlar sizdən ki, məsələn, iş feilini tap, ya hərəkət feilini tap. Belə suallara daha çox rast gəlinmir. Amma yəni siz feili elə dərk eləməyin ki, ancaq feil bir əşyanın yerini dəyişməsi, mütləq orada fiziki bir hərəkətin olması deməkdir. Yox. Məsələn, tullanmaqda bəli, yerin dəyişir. Məsələn, insan tullanır bir yerdən başqa bir yerə, yerin dəyişir. Amma kəsmək, bu yerin dəyişmək demək deyil axı. Amma yenə də burada bir hərəkət var, burada bir proses var, iş görürsən. Ya da bükmək, bir iş görürsən, sual verirsən yaxud nə etmək, bükmək, nə etmək, kəsmək, tullanmaq, nə etmək, nitq feilləri, yəni bu danışıqla bağlıdır. Danışmaq, təbii ki, bura bir dənəsə aid deyil də, mən sadəcə bir nümunə yazmışam. Məsələn, qulaq asmaq ola bilər, nə bilim, dinləmək ola bilər, nə etmək, nitq feilidir. Təfəkkür düşünməklə bağlı, yəni fikirləşmək, düşünmək. Sən burada bir yerdən başqa bir yerə hərəkət eləmirsən, amma bunun özündə də bir hərəkət anlayışı var. Bu bir prosesdir. Fikirləşirsən, sənin beynin fikirləşir. Özün elə bir oturmuşsan bir yerdə, beynin amma düşünür, fikirləşir. Beynin olduğu yerdə sabit qalmır. Yəni feildə elə bir məsələ var ki, sabitlik pozulur. Amma bu sabitliyi biz həmişə ancaq düşünməməliyik ki, biz bunu zahirən görməliyik. Ola bilər ki, yəni bir insan olduğu yerdə qalır, zahirən onun sabitliyi pozulmur, oturur yerində, amma iş görür o yenə, bir proses icra edir. Və burada möhkəm bir şəkildə qeyd eləyirsən ki, yəni hökmən feil var. Yaxşı. Təfəkkür feilin dediyi, gələk hal vəziyyət feillərinə. Bu da, yəni ağlamaq, sevinmək, bu da nə etmək ki, bunlar da feil hesab olunur. Gələk feilin quruluşuna. Ümumiyyətlə, biz əsas nitq hissələrində keçdik ki, yəni isimdə, sifətdə, sayda, sonra əvəzlikdə də keçdik ki, onların quruluşu 3 növü olur da. Yəni quruluşuna görə bu deməkdir. Sadə, düzəltmə, mürəkkəb. Sadə odur ki, bir kökdən ibarətdir. Yəni bu bir də kökü göstərir. Ya da kök və qrammatik şəkilçi. Düzəltmədə mütləq leksik şəkilçi olmalıdır. Mürəkkəb isə 2 və daha artıq sözün birləşməsi ilə yaranır. Və düzəltməyə biz deyirik ki, yəni morfoloji üsul. Çünki şəkilçinin köməyi ilə yaranır. Ona görə deyirik morfoloji. Mürəkkəbdə də deyirik ki, sintaktik üsulla yaranır. Aha. Gəlin baxaq. Yazmaq. Kök və şəkilçi ayırsaq, yaz sözün köküdür, maq məstərdir. Yəni, sadə feildir. Və yaxud düşünməyə baxın. Burada əsla sözün kökü düşmək deyil ha. Yəni, düşünərsiniz ki, hədə düşmək sözü dilimizdə var. Var, bəli, amma düşmək, nə bilim, əlimdən qələm yerə düşdü, misal üçün. O düşməklə düşünmək arasında bir məna yaxınlığı varmı? Əlaqə varmı? Yox. Deməli, düşünməyi sadə götürəcəyik. Maqməkdə həmçinin. Burada niyə bir kök demişəm? Məsələn, bir cümlə verər ki, tutaq ki, deyirəm ki, sən yaz. Qısa yazıram ki, yerləşsin. Aha. Burada yaz feildir də, düz deyil, əmr şəklində olan bir feildir. Nə et yaz? Əmirdədir. İndi köş və şəkilçi ayıram. Nə et yaz? Yəni, burada maqməgi biz başımızda adətən artırırıq ki, bilək ki, o feilli ya yox. Burada maqməq artırmırsan, çünki artırmağın uyğun gəlməz burada. Sən yazmaq deyə bilməzsən axı. Sən yaz, nə et? Görürsünüz, bir kökdən ibarətdir. Deyirik ki, sadə feildir. Düzəltmələrə gələk. Düzəltmələr kök və leksik şəkilçi.
Gəlin baxaq. Lovğa sözün köküdür. Lovğalamaq sözü yoxdur dilimizdə. Deməli şəkilçini bütöv götürürük. Niyə lovğalamaq dedim? Çünki lan, ləndir. Bir də laş var ki, onu ayrı bir şəkildə izah eləyəcəm yenə də. Bunlar elədir ki, yəni parçalanan şəkilçilərdir. Və la, lə formasında ola bilərdi, amma məna vermədiyinə görə mən bunu bütöv götürürəm. Lan, lən. Makmək də təbii ki, qrammatik. Burada deyirsiniz ki, hə, qrammatik var, sadə götürüm. Yox. Amma leksik varsa mütləq biz bunu düzəltməyə aid edirik. Süzməkdən süzülmək. Eyni ilə. Görürsünüz, feildən yaranmış təzədən feil. Bu da düzəltmələrə gedir. Təbii ki, bir dənə bundan kifayətlənmirik. Mürəkkəb isə iki və daha artıq sözün birləşməsi ilə, məsələn, yeyib içmək iki tərəfli, nə bilim, oxuya bilmək, nə bilim, kömək etmək, kömək olmaq. Bunların da detallarını mən sizə izah eləyəcəm. Gələk sadə feillərlə bağlı əsas məqama. Sadə feil öyrəndik ki, bir kök və ya kök və qrammatik şəkilçidən ibarət olur. Bəs feilə məxsus qrammatik şəkilçilər var ki, bunlar hansılardır? Gəlin bunlara toxunaq. Birincisi, məsələn, inkarlıq şəkilçisi olan ma-mə. Bu iki variantlı şəkilçisidir. Çünki mə versiyası da var. Deməli, qrammatikdir. Bunu bilək. Baxaq. Məsələn, bir nümunə deyək. Məsələn, deyirəm ki, hətta iki nümunə deyəcəm, fərqləndirəsiz bunu. Deyirəm ki, əti qovurma. Sözün kökü nədir? Qovurmaq. Burada qovurma inkardadır artıq. Əti qovurma. Nə etmək yəni? Qovurma. Gördünüz? İnkardır. İnkarlıq şəkilçisi olan ma-mə qrammatikdir və yadınızda saxlayın. Heç vaxt bu ma-mə, yəni qrammatik inkarlıq şəkilçisi vurğu qəbul etmir. Düşür ondan əvvələ. Əti qovurma. Amma gəlin bunu eyni sözü başqa bir şəkildə cümlədə işlədək. Məsələn, deyirəm ki, anam qovurma bişirdi. Qovurma bişirdi. Gəlin baxaq. İndi burada qovurma sizcə inkar bildirə bilərmi burada? Xeyr. Sual verirəm, nə bişirdi? Qovurma. Sözün kökü qovurmaq. Burada mamə artıq leksik şəkilçidir. Həm də baxın, qovurma burada mamə vurğu qəbul edir. Nə? Qovurma. Məsələn, qovurma, qovurma, qovurma. Vurğu qəbul edir, düşür maya. Bilirəm ki, artıq burada leksikdir. Yəni, feildən isim düzəldən şəkilçidir. Yəni, burada artıq biz buna inkarlıq deyə bilməyəcəyik. Burada qovurma isim olur. Amma burada nə olur? Feil. İnkarda olan feil. Yəni, bunu ayırt eləyək. Elə maməni harada gördünüz, qaçıb o dəqiqə inkarlıq götürməyin. Onun bir məzmununa baxın. Bu belə. Sonra, gələk nəyə? Bir də bu mamə ilə bağlı əsas məqam deyim. Yeganə qrammatik şəkilçidir ki, feildən. Ondan sonra maqmək şəkilçisi artıra bilirik. Qalan heç bir qrammatiklərdən sonra biz maqmək artıra bilmirik. Məsələn, deyirəm ki, oxumaq, gəlin baxaq, oxumaq, indi burada kökdür də, inkara bax, oxumamaq. O biri qrammatiklərdən, məsələn, birini qoyaq. Məsələn, deyirəm ki, indi zaman şəkilçisi qoyum da. Gəlir, evə gəlir, yəni anlamında. Gəlirmək deyə bilərsiniz, gəlirmək. Olmaz. Görürsünüz? Qrammatik şəkilçidən sonra maqmək qoya bilmirik. Gəlmək sözün kökü ir, qrammatik qoya bilmirik. Amma bir dənə istisnamız ma-mədir ki, bu qrammatikdən sonra maqmək qoya bilirəm. Qalan heç bir qrammatiklərdən sonra maqmək olmur. Gəlin, lap başqa bir nümunəyə baxaq. Zamanlar qoymayaq. Məsələn, feilin təsriflənməyən formasını qoyaq. Məsələn, oxumadan. Oxumaq sözün köküdür. Madan, bu da qrammatikdir. Bu da feili bağlama şəkilçisidir. Madam mədən qrammatikdir. Oxumadanmaq deyə bilərəm? Yox. Görürsünüz, bundan sonra da qoymaq olmur. Yəni, bunları bilək. Bu feilin şəkilləridir, sonra feilin təsriflənməyən formasıdır, məsdər, feili bağlama, feil sifət. Bunları da ayrıca bir video çəkəcəm, narahat olmayın. Bu belə.
Aha, feilin şəkillərinin şəkilçisi. Bunlar da hamısı qrammatik şəkilçilərdir. Məsələn, əmr şəklinin əslində xəbərin xüsusi şəkilçisi yoxdur. Buradan da görmək olur bunu. Çünki bu bir neçə şəkilçi onu göstərir ki, bu əmr şəxs onluqları ilə düzəlir. Xəbərdə də ki, bu şəkilçilər zaman şəkilçilərdir. Yəni xəbər də zamanla düzəlir və bunlar da qrammatik şəkilçilərdir. Yəni nümunə desək, məsələn deyirəm ki, birinci şəxsin cəminə aid əmr şəklində feil deyək. Məsələn, deyirəm ki, biz oxuyaq. Biz oxuyaq. Oxumaq kök, aq şəxs onluğudur əmr şəklində. Artıq bilirəm ki, bu əmr şəklindədir. Leksik şəkilçi də yoxdur, sadə feildir. Sonra xəbərdə, məsələn, o gəldi. Məsələn, gəldi. Gəlmək kök, keçmiş zaman, şudi keçmiş zaman. Bu da sadə feildir. Arzu, kaş oxuya, məsələn. Oxumaq kök, arzu şəkli. Lazım və yaxud oxuyasıdır. Məsələn, oxuyasıdır. Görürsünüz, asıdır da şəxs onluğu. Yəni, bunların hamısına aid belə nümunələr vermək olar. Oxumalıdır və yaxud oxusa. Bunların təbii ki, qaydalarını, əsas məsələlərini ayrıca izah eləyəcəm ayrı bir videoda. Burada sadəcə izah eləmək istəyirəm ki, bunlar sadə feillər cərgəsinə aiddir. Yəni, leksik şəkilçi görmədikcə, feildə sadəcə bunları görsəz, bilin ki, onlar sadə feildir. Sonra təsriflənməyən formaları var ki, feilin, onların da şəkilçiləri sayılır, deməli, sadə, yəni qrammatik. Məsdər, məsələn, maqməkdir, feili sifətin şəkilçiləri var. An, əndir, nə bilim, dıq-dik, duq-duq, üstəgələk mənsubiyyətdir, acaq-əcəkdir. Onlar da qrammatikdir, feili bağlama şəkilçiləridir, qrammatikdir. Bizə indi əsas lazımdır sadə feilləri bilmək. Sadə feillər ki, o sadə feillər ki, yəni düzəltmələrlə qarışdırılır. Onların sadə olduğunu bilmək lazımdır. Gəlin o bəzilərinə nəzər yetirək. Məsələn, alışmaq. Bunu bir çox şagird elə bilir ki, düzəltmədir. Almaqdan alışmaq. Sual verirəm, deyir ki, bəs müəllimə, almaq sözü var da dilimizdə, almaqdan alışmaq. Olmaz axı, almaq var, bəli, var bu söz. Amma bir şeyi gedirəm marketdən alıram ya da kimdənsə nəsə alıram. Onunla alışmaq arasında bir əlaqə varmı? Ümumiyyətlə, alışmaq iki mənalı sözdür də, amonim söz gedir. Biri var vərdiş eləmək, bir də var alışıb yanmaq. Heç bir mənası ilə almaq arasında əlaqə yoxdur deyə alışmağı mən sadə götürürəm. Maqməkdə təbii ki, qrammatik məsdər. Və yaxud ağlamaq. Baxın, ağlamaq. Burada da ağdan ağla olmur. Sadədir. Sonra, məsələn, nə deyək? Ən önəmli feillərdən biri qızarmaq. Qızmaqdan qızar deyil heç vaxt. Bəzən bunu bu formada yazırlar. Qətiyyən olmaz. Burada kök və şəkilçi ayrılanda qızar sözün köküdür, maqmək də qrammatikdir. Niyə qızmaqdan götürmürəm? Baxın, qızarmaq hansı məqamda olur? Qızarmaq yeməyi bişirirsən ilk dəfə üçün. Bişirirsən, deyək ki, məsələn, kartof qızardırsan, onda qızmağa qoymursan ki, sən başlayırsan yeməyin yağını tökürsən, kartuşkasını tökürsən, başlayırsan qızarır o yemək. Qoyursan qazın üstünə qızarır, yəni. Biri də var, qızmaq. Qızmaq artıq bişmiş bir şeyə aiddir də. Bişib bu, qoyursan qızsın, ondan sonra o qızara bilməz. O maksimum yana bilər. Ya isinəcək, ya da çox qalacaq qazın üstündə yanacaq. Yəni, qızarmaq söhbəti bitdi artıq. Qızarmaq yeməyin ilkin versiyasındaydı. İlkin o bişmə halındaydı. Təbii ki, sən qızartma bişirirdinsə, onda qızarırdı artıq. Yəni, qızmaqla qızarmaq arasında əlaqə yoxdur. Qızarmaq sözün köküdür. Qızmaqdan qızarmaq olmur. Bunu bilək. Sonra, dağılmaq sözüdür. Xatırlasaz, biz bunu isimdə də demişdik, dağıntı sözü ilə. Dağıntıydı, sarsıntıydı, bunlar sadə isimlər idi. Eyni ilə dağılmaq da sadə feildir. Çünki dağla dağıl arasında əlaqə yoxdur. Gətirməkdir, isitməkdir, sonra saralmaqdır. Soruşuram ki, bunun kökü nədir? Deyirlər müəllimə sarı. Deyirəm, sarını burada görürsən? Yox. Deməli, kökü saraldır da. Saralmaq sadədir. Sonra, məsələn, başqa nə deyək? Güləşmək olsun.
Yəni feillər təbii ki, çoxdur. Siz də yəni bu şəkildə anlamalısınız ki, məsələn, gülməklə güləşmək arasında əlaqə var? Yox. Deməli, güləş sadədir. Məna yaxınlığına baxmaq lazımdır. Dinləmək və yaxud dindən dinlə olmur. Dinlə sadədir. Sonra qurtarmaq olsun, danlamaq olsun, nə bilim, tapşırmaq bir də. Bunu da deyim. Tapmaqdan tapşırmaq olmaz. Şır şəkilçisi yoxdur əvvəla dilimizdə. İkincisi də ki, bir şeyi tapırsan başqa şeydə, tapşırırsan, bu da tamam başqa bir şeydir. Yəni mənaları fərqlidir. Yaxınlıq yoxdur. Ona görə tapşır sadə feildir. Yəni belə təbii ki, feillər çoxdur. Siz, yəni onun mənasına baxmalısınız. Bu şəkildə, bu qayda ilə davam eləsəz, sadə feilləri tapa biləsiniz. Sonra barışmaqdır, yarışmaqdır. Bunlar sadə feillərdir. Və yadda qalsın ki, bütün sadə feillər demək olar ki, türk mənşəlidir. Adətən, yəni bu sadə feillərin kökü gördüyünüz kimi ya tək hecalı olur, ya da bir hecalı olur. Üzr istəyirəm, ya tək hecalı olur, ya da iki hecalı olur. Yəni ya bir, ya iki hecalı olur. Bu belə. Və bilin ki, qrammatik şəkilçilərin hamısı milli mənşəlidir. Bizim qrammatik şəkilçilərimiz hamısı, bunun istisnası yoxdur. Və sadə feillərində 99% milli feillərdir. Amma bəzi istisnalar var ki, onları da mən sizə deyəcəm. Baxın, istisnamız bu feillərdir. Xatırlamaq, bağışlamaq, tərk etmək. Gördüyünüz kimi, kök və şəkilçiyə ayırmışam. Sadə feillərdir. Ancaq bayaq biz nə dedik? Sadə feillərimiz dedik milli feillərdir. Yəni özümüzə aiddir. Biz bunu leksikada keçmişdik. Alınma və milli sözlər. Bunlar bir dənə istisnalardır ki, baxmayaraq ki, sadədirlər, amma alınma sözlərdir. Bunu yadda saxlayaq yəni. Bir-iki sadə feili də deyim. Bunları da bilin ki, bəzən uşaqlar çaşbaş qalır. Yırğalamaqdır. Bunlar da sadədir. Yırğadan yırğala olmur, yəni. Yırğala sözün köküdür. Sonra tapşırmağı bayaq dedim. Bir də gətizdirməkdir. Gətizdirmək. Çünki söz əgər gətirmək olsaydı götürərdik. Burada gətiz sözü yoxdur. Gətizdirdi. Ona görə bu da sadə feil sayılır. Bunlarda da diqqətli olun. Gəldik düzəltmə feillərə. Düzəltmə feillər ümumiyyətlə bayaq dediyimiz kimi leksik şəkilçinin köməyi ilə əmələ gələn feillərdir. Və leksik şəkilçi, yəni bunun işarəsi budur bilirsiniz. Leksik şəkilçi də deyilir və də söz düzəldici şəkilçi də deyilir buna. Fərqi yoxdur, eyni şeydir. Söz yaradan, söz düzəldən eyni mənaları verir. Amma söz dəyişdirən deyəndə söhbət artıq qrammatikdən gedir. Aha. Düzəltmə feillər iki cür əmələ gəlir. Bir, adlardan düzələ bilir, bir də feildən düzələ bilir. İki yolla, yəni. Adlardan feil düzəldən şəkilçilərlə feildən feil düzəldən şəkilçilər fərqlənir. Baxaq hansılardır. Əvvəla burada qeyd eləyək. Aha, başlayaq Lalə şəkilçisi ilə. Adlardan feil düzəldir. Adlar deyəndə nəyi nəzərdə tuturuq? Yadınızda qalsın. İsim, sifət, say, əvəzli, zərf. Bu nitq sizləri. Köməkçilərə girmirik, çünki köməkçilər söz yaradıcılığında iştirak etmir. Bu belə. Baxaq, məsələn, Laləyə aid nə deyərik? Qabaqlamaq. Qabaqlamaq, baxaq. Qabaq sözü köküdür, Lalə leksikdir, maq da nədir? Qrammatikdir. Sonra, məsələn, laş-ləş şəkilçisi var. Buna aid nə deyərik? Məsələn, nə deyərik? Vidalaşmaq. Vidalaşmaq. Vida kökdür, laş leksikdir, maq qrammatikdir. Yəni bu qrammatikə o dəqiqə takılmayın. Leksiki gördünüz, deməli nədir bu? Düzəltmə sözdür, düzəltmə feildir. Baxaq, qabaqlada zərfdən feil yaranıb. Qabaqlamaq. Burada da vidalaşmaq. İsimdən feil yaranıb. Vidadan vidalaşmaq. Sonra gələk nəyə? Başqa nə edeyimsə, lan, lən. Bunların da istisna məqamları var, əsas məqamları. Bunu izah eləyəcəm sizə. Bu lovğalanmağı bayaq dedik, başqa bir şey deyək. Məsələn, nə deyək? Deyək, dillənmək sözü olsun. Dillənmək. Aha.
Dil sözün köküdür. Dilləmək sözü yoxdur. Lədi götürürəm. Bu da qrammatik. Gördünüz? Leksik şəkilçilərdə adlardan düzəldir. Bu da isimdən feil düzəltdim. Gələk laş ləş şəkilçisi ilə bağlı önəmli məqam nədir? Bunu sizə birinci izah edeyim. Aha. Deməli, nədir bu önəmli məqam? Laş ləş yadınızda saxlayın ki, yəni bu şəkilçili feillər bəzən lalə, plus ş kimi də verilə bilər. Lalə, plus ş kimi də verilə bilir. Bu formada da verilə bilir. Bunu biz bəs nətər ayırd eləyəcəyik? Təbii ki, mənaya baxacağıq. 2 dənə feil yazıram bura. Məsələn, yazaq. Biri qarşılaşmaq. Aha. Bir də yazaq, məsələn, birləşmək. Gəlin baxaq. Sözün kökü birincidə nədir? Qarşı. Qarşıdan qarşılayırsan, ondan sonra da qarşılaşırsan, qarşılaşmaq. Gördünüz, parçaladıq. İndi buna baxın. Birdir. Birdən birləmək sözü var, yoxdur. Ləşi götürəcəm, bu da belə. Deməli, laş şəkilçisi bəzən parçalanır, bəzən parçalanmır. Təbii ki, siz bunu məna ilə tapasınız. Başqa bir söz deyil. Məsələn, salamlaşmaq. Salamlaşmaq. Salam kök, salamlamaq, salamlaşmaq. Yəni, bölə bilmirsənsə, ya da böldüyün məna vermirsə, bəzən verə bilər. O mənalar arasında əlaqə yoxdursa, təbii ki, bütöv götürəsiniz. Bunu da hansı sözlə əsasən? Deməli, əsas bir sözümüz var. Bəzən düşür testdə, hətta tez-tez düşür. Abituriyentlər çaşır. Ayaqlaşmaq feili. Bax, bu feildə ayaq ismindən yaranır. Normalda deyirik ki, dilimizdə ayaqlamaq sözü var da. Bayaq məsələn birləşməkdə birlə sözü yox idi deyə ləşi bütöv götürdüm. Amma buradakı ayaqla sözü var. Amma mən bunu bütöv götürəcəm. Niyə? Çünki ayaqlamaq nə deməkdir? Əzmək. Bir şeyi ayağımın altına alıram, əzirəm. Bəs ayaqlaşmaq nə deməkdir? Uyğunlaşmaq. Uyğunlaş. İndi sual verirəm sizə. Uyğunlaş sözü ilə əzmək sözü arasında əlaqə varmı? Yoxdur. Deməli, mən laləni, yəni laş-ləşi parçalamayacağam. Lalə plus ş kimi götürməyəcəm. Çünki əzməkdən uyğunlaşmaq yarana bilməz. Elə bir məna yoxdur deyə laşı bütöv götürürəm. Maq da qrammatik. Yəni, ayaqdan yarandı nə? Ayaqlaşmaq. İsimdən yarandı feil. Bu da öz yerində. Yəni, şəkilçinin parçalanıb parçalanmayacağını biraz siz də məna ilə tapmalısınız. Aha, gəldik bu şəkilçiyə. Deməli, bu da əvvəla nümunəsini desək, məsələn, işıqlanmaq. İşıqlanmaq. Sözün kökü işıqdır. İşıqlamaq sözü yoxdur. Lanı bütöv götürürəm. Maqda belə. İsimdən nə yarandı? İşıqdan yarandı işıqlanmaq. Bu belə. Sonra, yəni adlardan feil düzəldir bu da. Burada da eyni şəkildə. Lan, ləni bəzən böləcəm, parçalayacam, bəzən də parçalamayacam. Məsələn, nurlanmaq sözünə baxın. Nurlanmaq. Sözün kökü nur. Nurlamaq sözü var dilimizdə. Yoxdur. Nurlanı bütöv götürəcəm. Maqməkdə qrammatik. Və yaxud başqa bir söz desək, məsələn, xəstələnmək. Xəstələnmək. Xəstə kökdür. Xəstələmək sözü yoxdur. Ləni bütöv götürəcəm. Yəni, parçalamıram bu nümunələrdə. Amma ola bilər ki, olsun, məsələn, toplanmaq. Topdan burada olur. Deməli, toplamaq, toplanmaq. Və görürsünüz, burada bölünür. Top burada topa, yəni bütöv o anlamları ifadə edir. Sonra, olsun parçalanmaq. Yəni, istəyirəm ki, mənanı burada tuta biləsiniz. Parça kökdür, parçalamaq, parçalanmaq. Burada belə, yəni bu şəkildə. Bəzən böləsiniz, bəzən yox. Mənaya baxasınız və mənalar arasında əlaqəyə baxasınız. Bu da belə. Sonra, bununla bağlı başqa nə deyə bilərik?
Məsələn, bəzi feillərdə var ki, onu iki cür düşünə bilərsiniz təhlilini. Məsələn, götürək nəyi? Yağlanmaq sözünü. Qaldırım. Aha. Yağlanmaq sözü. Yağlanmaq. Bir də sulanmaq idi. Aha. Sulanmaq. Niyə iki cür olur? Çünki bir olur, gəlin baxaq. Yağdan, yağlamaq, yağlanmaq. Bu hansı mənadadır? Məsələn, deyirəm ki, çörəyi yağlayıram, məsələn. Çörək yağlanır. Çörəyi hansısa bir insan, bir subyekt eləyir də, yağlayır. Kimsə tərəfindən yağlanır. Bu belə. Bir də var ki, məsələn, yağlanmaq, məsələn, saç yağlanır ha. Saçı götürüb biz yağlamırıq ki, saç öz-özünə yağlanır, düz deyil. Yağdan yağlan bütövdür, maqda qrammatik. Yəni iki formada düşünə bilərsiniz. Sulanmaq sözündə də. Əgər desəm, məsələn deyək ki, bağça sulandı. Sudan, sulamaq, sulanmaq kimsə tərəfindən. Orada bir iş görən var. Burada bu şəkildə ayırırıq. Amma bir də deyirəm ki, meyvə sulandı. Meyvə öz-özünə sulanır da, düz deyil, işi öz üzərində görür. Sudan sulamaq olmur, sulanmaq. Görürsüz? Yəni bəzən belə böləsiz, bəzən də bütöv şəkildə götürəsiz. Yəni burada sulanmaq, meyvə sulandı, yəni yetişdi anlamındadır. Gələk digər şəkilçilərə. Aha. Ar-ər, al-əl. Bunlar yadınızda saxlayın ki, daha çox sifətdən feil düzəldir ən çox, yəni adlar qismindən. Amma biz bunlardan, məsələn, ar-əri feildə də görəcəyik. Feildən feil düzəldənlərin içində də var. Gəlin baxaq, məsələn, nə deyərik? Ağarmaq. Ağdan ağarmaq. Ağ nədir? Sifətdir, düz deyil, rəng bildirən. Sifətdən nə yarandı? Feil. Deməli, adlardan feil düzəldən şəkilçi aid eləyirik. Sonra al. Məsələn, deyərəm ki, çoxalmaq. Çaşıb birdən saralmağa falan götürərsiniz, o sadətdə bilirsiniz. Çoxdan çoxalmaq. Bu belə. Ya da məsələn kökəlmək, kökdən kökəlmək bu formada. Yəni al deyəndə bir dənə al olmalı deyil. Bunun ikinci versiyası da vardı. İki variantlı şəkilçidir axı. Kökəlmək. Bu da belə. Aha. Gələk feildən feil düzəldənlər. Feildən feil düzəldənlərə gəlsək, deməli, bunlar hansılardır? Il-il-ulu şəkilçisi. Məsələn, nümunəsinə gəlin baxaq. Asılmaq. Asmaqdan asılmaq. Feildən feil. Sonra dır, məsələn. Nə deyərik? Yazdırmaq. Feildən feil düzəldən şəkilçilərə xüsusi fikir verin. Biz çünki qrammatik məna növləri keçəndə bu şəkilçilər bizim köməyimizə gələcək. Sonra, iş, iş, uş, üş. Məsələn, qaçışmaq. Qaçmaqdan qaçışmaq. Görürsünüz, feildən düzəlir. Sonra ın, məsələn, ına nə deyərik? Silinmək. Silməkdən silinmək. Burada o demək deyil, ancaq elə kök feil olacaq, feildən, o kökdən də təzə feil. Bu, məsələn, fərqli formada da qabağımıza çıxa bilər. Yəni, belə deyim. Məsələn, gəlin burada dıra aid birim verək təzdən. Başqa bir şəkildə bir dəqiqə. Məsələn, bax. İşıqlandır. Bura yerləşmədir. Mağı yazmıram artıq. Bax, işıq sözün köküdür. İşıqlan leksik, işıqlandır da leksik. İndi maqda orada olmalıydı, amma yerləşmədi. Neysə. Bax, işıq kökdür. İşıqdan yarandı işıqlanmaq, işıqlanmaqdan da yarandı işıqlandırmaq. Yəni, biz burada nədən nə yarandı bilmək üçün kökə baxmayacağıq artıq. İki leksik şəkilçimiz varsa, son iki leksik şəkilçiyə baxacağıq həmişə. Yəni, həmişə kökdən yaranmır da, onu demək istəyirəm. İşıqlanmaq feildir. Nə etmək işıqlanmaq? Feildən nə yarandı? Dırdır. Dırdır vasitəsilə, yəni. İşıqlanmaqdan işıqlandırmaq. Yəni, feildən feil yarandı. Bu dırdır, durdur şəkilçisi vasitəsilə bu axırıncı gələn. Yəni, nədən nə yarandığına baxmaq istəyiriksə, həmişə kökə baxmırıq. Əgər bir leksik varsa, kökə baxırıq. Bu bir silər kimi, məsələn. Amma görürəm ki,
2 leksikdir, ya 3 leksikdir. Sonuncu 2 leksikə baxacağam. Və yaxud məsələn, bax bu formada da verə bilər. Məsələn, necə deyək? Elə işıqlandırılmaq. Bax, işıqlandırılmaq. Məsələn, burada yerləşdi. Nəysə, işıq yenə kök, işıqlandır, işıqlandırılmaq. Burada məsələn deyəcək nədən nə? Hə, deyəsən feildən feil. Amma deyəcək məsələn işıqlan feilindən işıqlandır feili yaranıb. Qətiyyən. Son 2 leksikə baxasınız. İşıqlandırdan işıqlandırılmaq yaranıb. Burada həmişə diqqətli olun. Aha. Deməli, ış, qaçışmaq, qaçmaqdan qaçışmaq. Oy, silindi bu. Bir dəqiqə. Aha. Belə. Neysə, bir dəqiqə. Hə. Qaçışmaq. Aha. Qaçmaqdan qaçışmaq. Və yaxud ın, silinmək. Başqa məsələn deyə bilərik dolanmaq sözü. Dolamaqdan dolanmaq. Aha, dolanmaq burada məsələn götürürük ki, məsələn ip dolandı. Dolamaqdan dolanmaq. Ya da məsələn deyirəm ki, dolma məsələn ət yarpağa dolandı. Məsələn dolamaqdan dolanmaq. Bu formada deyə bilərik. Sonra ıta aid məsələn anlatmaq. Anlayırsan, sonra onu anlatırsan. Anlatmaq. Bu belə. Sonra qızartmaq, qızarmaqdan qızartmaq. Qorxutmaq. Məsələn, qorxudan qorxutmaq. Aha. Qorxmaqdan, deməli, qorxutmaq bu formada gedəcək. Ya da çürütmək, çürüməkdən çürütmək. Yəni bunlarda bəzən bilin ki, şəkilçinin saiti düşür, bax. Çürümək kökdür, bu t olur. Normalda ı-ti-tu-tüddür. Sadəcə olaraq bəzən bunun t versiyası da olur. Bura qeyd eləmişəm. Yəni bu saitlə bitir deyə bunun çürü ütmək olmur axı. Ona görə bunun saiti düşür. Biz təbii ki bu saiti həmişə kökə aid eləyəcəyik. Bu da öz yerində. Yaxşı. Sonra ır şəkilçisinə. Məsələn, itirmək. İtməkdən itirmək. Sonra məsələn ar, qoparmaq. Qopmaqdan qoparmaq. Baxın, bu ar-əri biz bayaq adlardan, feil düzəldəndə də gördük. Məsələn, nə dedik? Bozarmaq. Bozdan bozarmaq. Orada sifətdən feil düzəldir. Amma burada feildən feil. Qopmaqdan qoparmaq. Yəni, bunu testdə verə bilər. Hansı şəkilçidir ki, həm adlardan, həm feildən feil düzəldir. Məsələn, ar-əri siz orada rahat qeyd eləyə bilərsiniz. Sonra bəzi şəkilçilər var ki, dilimizdə çox işlənmir. Yəni, bunlar sayılır qeyri-məhsuldar. Bayaqkılar ən çox işlənənlər idi. Testdə də tez-tez düşür təbii ki. Amma bu dediklərim, bu deyəcəklərim daha doğrusu, bunlar qeyri-məhsuldardır. Çox işlənmir. Amma təbii ki, testdə də düşə bilir. Məsələn, A ilə düzələnlər. Nə deyək? Qanamaq. Qanamaq, qandan qanamaq. Bu gördünüz, qan sözü qanmaq feilindən düzəlmir ha. Qan ismindən qanamaq feili düzəlir. Çünki qanmaqla qanamaq, o qanın tökülməsinə bağlı nə əlaqə var? Deməli, isimdən feildir, adlardan feil. Diləmək. Mən bunu şagirdlərimə tez-tez verirəm bu sualı. Diləməyin kökü nədir? Yadınızda saxlayın. Dildən diləmək bu formada. Çünki dilək sözü var ki, bu isimdə biz bunu keçmişdik. Deməli, dildən diləmək, diləməkdən dilək yaranır. Bunu yadda saxlayaq. Bu belə. Sonra, gələk nəyə bunu silim. Bir dənə. Aha. Sonra, ələmək sözünü deyə bilərik. Ələmək. Əldən ələmək. Ələkdə də eyni ilə əldən ələ, ələdən ələk bu formada. Sonra, nə şəkilçisi var? Aş-əş var. Aş-əş. Məsələn, tutaşmaq. Bu da adlardan, həm də feildən feil düzəldir. Tutmaqdan tutaşmaq, bu feildən feil olur. Bir də var, məsələn, deyək ki, yanaşmaq. Oy, pozona keçir. Yanaşmaq. Yandan, yanaşmaq. Bu da, məsələn, yan tərəf.
Deməli, sifətdən feil düzəldir. Sonra bir də məşhur söz var. Dalaşmaq. Uşaqlar bəzən elə bilir bu sadə feildir. Xeyr, yadınızda saxlayın. Dalamaqdan dalaşmaqdır, düzəltmədir. Buna bir dənə ulduz qoyun. Bir dəqiqə. Aha, ulduzlu sözümüzdür bu bizim. Aha, burada diqqətli olun həmişə. Sonra yaraşmaq da eyni ilə. Mənə yarayır ki, deyirəm ki, yaraşır. Yaraşmaq da düzəltmədir. Yaramaqdan yaraşmaq. Sonra sa-sə şəkilçisi var. Məsələn, sa-sə. Susamaq. Sudan susamaq. Sonra qəribsəmək. Qəribsəmək. Sonra başqa nə deyə bilərik? Var xala şəkilçisi. Bunu çox vaxt testdən tərs alırlar. Yazırlar ki, hansı şəkilçidir ki, həm və yaxud deyir ki, hansı sözdür ki, həm şəkilçi kimi düşünmək olur, həm də leksik mənası olan söz kimi. Və yaxud yazır hansında həm leksik mənası olmayan söz, həm də leksik mənası olan söz kimi düşünmək olur. Məsələn, variantın birində də xala sözün verir, məsələn. Oradan bilirsən ki, xala bir ananın bacısı, leksik mənası olan söz isim, bir də var şəkilçi. Burada nə olar? Məsələn, ovxala. Ovxalamaq. Ovmaqdan ovxalamaq. Yəni bunun ikinci versiyası yoxdur. Bu bir variantlıdır. Sonra qun var. Udqunmaq. 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 Bunu deyə bilərik. Sonra nə deyərik? Irğa şəkilçisi var. Irğa yadırğamaq. Yadırğa, yaddan yadırğamaq. Bu da belə. Yəni belə az işlənən şəkilçi var. Sonra imsə var. İmsə. İmsə. İmsə başqadır. Yadınızda saxlayın. Ümsə də başqadır. Yəni bu ımsə, imsə, ümsə deyil. O deyil. Sonra buna nə deyərik? Mənimsə. Əvəzliyə zaten bir nümunə var. Məndən mənimsəmək. Əvəzlikdən feilə aid. Bu artıq gülümsəməkdə artıq ümsə ilə düzəlir. Görürsünüz, biri adlardan düzəltdi, əvəzlikdən feil. Burada da feildən feil düzəltdi. Yəni fərqli şəkilçilərdir, onu demək istəyirəm. Bir də ılda şəkilçisi var ki, bunu bilin. Bu təqlidi sözlərdən düzəldir feil. Gəlin baxaq. Pıçıldamaq. Deməli, pıçdan ıldamaq. Nə bilim, taqqıldamaq. Taqqıldamaq. Görürsünüz, təqlidi sözdür. Tak, ıldanı artırırsam feil. Yəni bu təqlidi sözlərdən feil düzəldir hesab olunur və də bunları biz düzəltmə götürürük, gördüyünüz kimi. Yəni elə çətin bir şey yoxdur. Bir dənə də söz var idi, onu da deyim sizə. Sından, sınsin, sünsündən. Deməli, buna nə deyərik? Tamsınmaq sözü var. Bəlkə də çox eşitməmişsiniz, amma var. Tamdan tamsınmaq. Bu nə deməkdir? Bu, deyirik bir şey tamsınır, xarab olmağa doğru meyillənir. Ondan söhbət gedir. Bu da düzəltmədir. Yəni, bunlar gördüyünüz kimi qeyri-məhsuldardır. Sonra I, U, Ü var. I, U, Ü, yəni, təbii ki, feil düzəldən qeyri-məhsuldardır. Amma mənsubiyyət olan I, U, Ü heç də qeyri-məhsuldar deyil. Çox işlənir o. Amma baxın, yavaşımaq. Yavaşdan yavaşımaq. Zərfdən deməli, nə düzəltdi? Feil düzəltdi. Sasəni dedik, sonra nəyimiz qaldı? Məsələn, bir də qaldı ıq, ik, bir də ux, ük. Ux, ük, hə. Ix, ik, ux, ük. Deməli, buna da deyərik, məsələn, gecikmək. Və yaxud, nə deyək, daha başqa bir söz. Döyükmək olsun. Oy. Döymək, döyməkdən döyükmək ola bilər. Sınıxmaq ola bilər. Darıxmaq ola bilər. Aha. Əslində darıxmaq olmur, yox. Dardan darıxmaq olmur, daha çox sadə gedir. Amma, məsələn, duruxmağı deyə bilərsiniz.
durmaqdan duruxmaq. Bunları verə bilərsiniz. Gəldik mürəkkəb feillərə. Mürəkkəb feillər, uşaqlar, sintaktik yolla düzəlir. Bayaq dediyim kimi, sintaktik nədir? Yəni sözün birləşməsi ilə. Sözün sısı ilə sintaktikin sısı, bunları da belə əlaqələndirib yadda saxlaya bilərsiniz. Yəni bilin ki, sintaktik sözlərin birləşməsi iləndir, morfoloji də şəkilçi iləndir. Ona görə morfolojide biz deyirik ki, artıq düzəltmə sözlərə aiddir. İndi baxaq. Mürəkkəb feillər əsasən daha çox defis və ayrı yazılır. Amma təbii ki, bitişik yazılanlar da var. İstisna halda olsa da var yenə də. Dediyimiz kimi, iki və daha artıq sözün birləşməsindən yaranır. Yaranma yollarına gəlsək, deməli, birinci burada qeyd edək. Yaxın ya da əks mənalı feillərin birləşməsindən yarananlar var. Məsələn, deyirəm ki, deyib gülür. Deyib gülür. Məsələn, ya da deyib gülmək bu formada verək. Deyib gülmək bu sinonim deyil ha. Sadəcə olaraq yaxın mənalı feillərlə düzəlir. Demək, yəni danışırsan, gülürsən. Və yaxud məsələn desək, oturur, durur. Oturub, durmaq məsələn. Artıq burada nədir? Əks mənalı. Bu tipləri götürürük necə? Mürəkkəb feillər defislə yazılır gördüyünüz kimi. Ya da atılıb düşmək falan filan. İkinci qrupaya nə aiddir? Birinci əmələ gəlməni bildiniz. Əks mənalı ya da yaxın mənalı feillər birləşərək. Və deyir ki, məsələn, yaxın ya da əks mənalı feillər birləşərkən bütöv yazılır yoxsa defislə? Təbii ki, defislə götürəsiniz. Sonra A-ə şəkilçili feilə, bunu daha doğrusu düsturun belə yazaq da. Belə. Feil. Pilus. A-ə. Bunu bütöv götürürsünüz. Bunun üstünə gəlirik bilmək. Olur. Bərabərdir mürəkkəb feilə. Gəlin baxaq. Məsələn, deyək ki, yaza bilmək. Yaza bilmək. Görürsünüz, yazmaq feildir. A-ə şəkilçidir. Bilməyi də qoydum üstünə. İkisi bir yerdə olacaq mürəkkəb feil. Artıq bunu təhlil eləyəndə cümlədə nə edə bilmək deməyəsiniz. Məsələn, deyirəm ki, mən yaza bilirəm. Görürsünüz, şəxsə görə dəyişdim. Kim mən? Yaza bilirəm. Nə edirəm? Yaza bilirəm. Artıq bir yerdə təhlil eləyəcəm. Yaza bilirəm oldu xəbər. Xəbərin ifadə vasitəsi oldu nə? Yaza bilmək mürəkkəb feil. Yəni mürəkkəb feilin ifadə olunub. Bu da belə. Yəni ayrı təhlil eləməyəsiniz, bundan söhbət gedir. Yəni bu tip qrupadan hamısına aiddir. Yaza bilmək, gələ bilmək, oxuya bilmək. Təbii ki, özündən qabaq A-ə şəkilçisi gəlməlidir. Üçüncü nədir? Deməli, ıb, ib, ub, üb şəkilçili feilə. Belə, bunu da qoy, düsturun belə yazım. Feil, ıb, üstünə gələk, ıb. Bu feilə, yəni feili bağlama formasında olan feilə artırıram hansı sözləri? Deməli, getmək, sonra çıxmaq, keçmək, sonra gəlmək, sonra nə idi? Getmək, gəlmək, çıxmaq, keçmək, hansında idi? Getmək, çıxmaq, keçmək, gəlmək. Elə belə. Bu feilləri artırırıq, yaradırıq. Təbii ki, mürəkkəb feil. Məsələn, deyirəm ki, birinci hissəni tamamlayaq. Məsələn, bax. Deyirəm ki, gedib gəlmək. Bax, bu formada. Gedib gəlmək. Ayrı yazılır. Bura diqqət verin. Və də görürsünüz, getmək feildir. Ibını artırmışam. Ib şəkilçili feilə artırıram. Gəlmək, getmək, çıxmaq, keçmək. Bunlar sayılır mürəkkəb feil. Və yaxud deyirəm ki, keçib getmək.
Siz birinci tərəfə baxmırsa, birinci tərəfdə nəyə baxın? I, bu şəkilçisi olsun. İkinci tərəfdə görün bu feillər yerindədirmi? Aha, görürəm ki, getmək var. Aha, deməli ikisini bir yerdə götürəcəm mürəkkəb feil. Deyirəm ki, məsələn, Orxan yanımdan keçib getdi. İndi belə verim də, yanımdan yazmayım. Uzun olmasın. Keçib getdi. Kim? Orxan. Keçib getdi. Nə etdi? İkisi bir yerdə artıq təhlil olunacaq. Yəni bu ikisi bir yerdə bir sözdür. Burada da diqqətli olun. Bir də üçüncü qruppa var. Oy, bir dəqiqə. Aha. Üçüncüyə aiddir olmaq, etmək, eləmək, bir də qılmaq. Bu köməkçi feillər. Yadınızda saxlayın, bu köməkçi feillər. Artırılır digər nitq hissəsinə, düzəldir mürəkkəb feil. Gəlin baxaq. Məsələn, kömək olmaq. Kömək isimdir, düz deyil. İsmə olmağı artırdım. Kömək olmaq. Oldu nə? Mürəkkəb feil. Və yaxud, məsələn, namaz qılmaq. Yaxud çarə qılmaq. İkisini bir yerdə bunları götürəsiniz də bir söz kimi. Amma elə bir məqam ola bilər ki, bunlar ayrı götürülsün, yəni müstəqil feil kimi. Bax, burada mürəkkəb feilin tərkib hissəsidir. Amma elə ola bilər, müstəqil feil də olsun. Bəs hansı məqamda? Gəlin baxaq. Əgər olmaq feili, yaşamaq, sonra mövcud olmaq, sonra iştirak etmək, mənalarını ifadə edirsə, bu mənaları verirsə, götürürük bunu müstəqil feil. Gəlin baxaq necə. Yeni səhifəyə keçdim artıq. Aha. Nümunəsinə baxaq. Bax, deyirəm ki, mən Bakıda oluram. Bakıda oluram. Nə edirəm? Oluram. Burada oluram, yaşayıram mənasını verir. Verir, düz deyil, verir. Ona görə bu artıq müstəqil feil olacaq. Yəni, Bakıda oluram, mən bütöv götürməyəcəm mürəkkəb feil. Bunu anlayın. Amma biri də var, deyirəm ki, məsələn, mən müəllim oldum. Və yaxud gəlin zamanların da yeni qoyum, daha rahat olsun sizə. Müəllim oluram. Bu belə. Müəllim oluram. Artıq olmağı, mövcud olmaq. Müəllim mövcud oluram, ya müəllim yaşayıram, müəllim iştirak edirəm deyə bilirsiniz. Oluramı başqa bir feillə əvəz eləyə bilirsiniz? Yox. Deməli, mürəkkəb feilin tərkib hissəsidir. Kim? Mən. Bu artıq sayılacaq mürəkkəb feil. Amma oluram, yaşayıram mənasını verirmi? Götürəsiz müstəqil feil. Müstəqil feil. Müstəqil deyəndə də bu artıq olmağı ayrı təhlil eləyəsiniz. Sadə feildir. Oluram. Nə edirəm? Çünki ur zamandır, amda şəxs sonluğudur. Yəni sadə feildir. Və yaxud başqa mənalarda nə deyərik? Məsələn, bunu silim. Məsələn, deyirəm ki, o iclasda, məsələn, bu da oldu. Bu da oldu. Olmaq bir də baş vermək mənasını ifadə etsə. Hə, onu qeyd eləmədim. Oldu, bax. Bu da oldu. Bunu əslində iki cür düşünə bilərəm. Məsələn, insan anlamında, hə, bu da oldu. Yəni, bu da iştirak etdi kimi də verə bilərəm. Bir də verə bilərəm ki, bu da oldu. Yəni, bu da baş verdi. Görürsünüz? Bu niyə pozana keçirir? Hə, bu da oldu. Baş verdi. Baş vermək. Bir dənə iştirak etmək. Bu mənaları verirsə, deməli, olmaq müstəqil feildir. Nə bu? O iclasda, hansı iclasda, harada? Aha. Deməli, artıq burada olacaq müstəqil feil, yəni quruluşca sadə. Sadə feil. Bu da belə.
Sonra olmağı başqa dediyi mövcud olmaq. Məsələn, deyirəm ki, məsələn bir şeirdən nümunə desək, deyir ki, insan olmasaydı nəyə gərəkdi? Sənin gözəlliyin. Saydı nəyə gərəkdi? Nəyə gərəkdi? Aha. Deyirəm. Sənin gözəlliyin. Ana təbiət. Aha. Bax burada biraz uzun oldu. Neyse. İnsan olmasaydı. Kim insan? Olmasaydını ayrı götüreceğim. Niye? Çünkü burada mövcud olmaq anlamını ifadə edir. Bunu da qeyd edeyim. Mövcud olmaq. Mövcud. Bir dəqiqə. Mövcud olmaq. Görürsünüz? Bu mənanı verir deyə mən bunu təbii ki götürəcəm. Müstəqil feil. Amma bir də var ayrı bir cümlədə deyirəm ki, biraz insan ol. Biraz insan ol. Burada insan ol, insan mövcud ol değil ha. İnsan ol. Burada artıq mürəkkəb feil gedəcək. Yəni çünki burada olmağı ayıra bilmirəm. Mənaya görə baxacağıq uşaqlar. Yəni insan olmaq, adam olmaq, nə bilim həkim olmaq. Bu tip sözlər artıq gedir mürəkkəb feilə, mənaya baxmalıyıq. İnsan olmasaydı burada mövcud olmağı verir deyə burada da müstəqil feil kimi götürürəm. Yəni bu şeylərdə diqqətli olun. Baş verməkdir, iştirak eləməkdir, mövcud olmaqdır, ömür sürməkdir, yəni yaşamaq anlamlarını verirsə, təbii ki biz bunu götürürük müstəqil feil. Və yaxud məsələn deyir ki, saat 2-də məktəbdə olacağam. Olacağam. O da müstəqil feildir. Yəni bir yerə gedib gəlmək mənasında verir. Yəni başqa bir yerə gedirəm, sonra 2-də orada olacağam. Görürsüz, müstəqildir. Yəni başqa bir feillə əvəz edə bilirsinizsə, o müstəqil sayılır. Etmək eləməkdə də baxın, etmək, eləmək. Yerinə yetirmək mənasını verirsə, yerinə yetir. Təbii olaraq müstəqil sayılır. Bu mənada yazaq müstəqil. Gəlin baxaq. Deyirəm ki, dərsini etmisən və yaxud eləmisən də verə bilərəm, fərqi yoxdur. Dərsini etmisən, yerinə yetirmisən dərsini. Görürsünüz, deməli nə sayılır? Müstəqil feil. Yəni bunu artıq mürəkkəb götürməyəcəm. Nəyi? Dərsini etmisən, nə etmisən? Müstəqil. Amma bir də var deyirəm ki, məsələn, nə demək olar? Pislik etmək. Pislik etmək. Nə etmək deməyəcəm ha. Pislik etmək, məsələn, necə deyək? Və yaxud bunu düzəldim bir dənə. Pislik. Pislik etmisən. Burada sən qoyaq. Sən pislik etmisən. Kimsən? Pislik etmisən. Nə etmisən? Pislik etmisən. Pisliyə artıq nə sualına cavab vermiş kimi götürmürük də. Bir yerdə götürürük. Pisliyi yerinə yetirmisən demirik hər halda. Düz deyil. Ona görə bu da gedir mürəkkəb feil. Sonra bilmək sözü də deməli. Bir şeyi tanımaq anlamına gəlirsə, əvvəlcədən tanış olmaq, məlumatlı olmaq anlamında gəlirsə, olur müstəqil feil. Tanımaq, məlumatı olmaq deməli. Olur müstəqil. Gəlin baxaq. Mən bunları bilirəm. Bu olacaq müstəqil feil. Nə edirəm? Bilirəm, kim, mən, nəyi bunları? Tamamlıq. Amma bir də var deyirəm ki, bayaqki versiyada. Mən gələ bilmirəm. Görürsünüz? Gələ bilmək. İkisi bir yerdə götürüləcək mürəkkəb feil. Özündən qabaq A-ə ünsürü gəlməlidir. Sonra da bilmək feili. Onda biz mürəkkəb feil kimi götürürük. Yəni, ümumən feilin quruluşca növləri bu qədər. Növbəti videolarımda daha geniş, daha detallı əsas məqamlarda izah eləyəcəm. Sağ olun.